Salam dostlar. Günləriniz xoş keçsin. Deməli dostlar, bir düşüncə gördüm və o düşüncə barədə və o düşüncənin doğurduğu müəyyən təəssüratlar barədə söhbət eləmək istəyirəm və o düşüncə mənim yadıma nələri saldı. O barədə söhbət eləmək istəyirəm biraz. Kimlə? Mənim bu pələngimlə, qaplanımla birlikdə. Bu qaplan da mənə dostlar bir dənə qaplanı xatırladır. Şahzadə Jasmin varı Ələddin cizgi filmində. Disneyin Ələddin cizgi filmində onun bir dənə sədaqətli dostu olur. Pələng. Raja. Adı Raja olur da deyəsən. Radja və yaxud Raja. Onu yadıma salır. Dostlar, deməli bir məşhur filosof var. Yəqin ki, belə deyək dostlar, burada biz indi bir müəyyən qədər fəlsəfi, poetik aləm quracağıq. Bir filosof var dostlar. Çox belə işıqlı tərəfləri bol olan bir filosofdur. Deməzdim mənim filosofumdur, amma çox qəşəng filosofdur, məşhurdur. İntellektual dünyada olanlar az çox dərəcədə ondan tanışdılar. Spinoza. Spinoza'nın etikasında, ən məşhur əsəri olan etikasında bir düşüncə var dostlar. Bunu oxuyanda nə hiss etdim? Qəlbə işıq gələr. İşıq gələr, bir qəlbə işıq gələr. Belə bir hal hiss etdim. Və istəyirəm onu sizlə bölüşüm dostlar, icazənizlə. Bax, deyir ki, gücü çatdığı qədər hər şeydən yararlanmaq və hər şeydən həzz almaq. Nifrət dərəcəsinə qədər getməmək şərti ilə ki, bu artıq həzz deyildir, müdrik insanın şanıdır. Yəni, söz cümlə aydındır, düzdür, fikir kifayət qədər aydındır. Yəni, müdriklik həm də nə ilə bağlıdır? Həyatdan həzz almaqla, sevinc duymaqla bağlıdır. Fəqət bu əndazəsində olanda bizi məmnun eləyir, müdrik insanı, belə deyək. Və ya müdriklik xassəsi daşıyan insanı o əndazəni aşanda aydın məsələdir ki, səndə nifrət oyada bilər. Doğrudur ya yox? Bax, gör necə dəqiq söhbətdir. Yəni, məsəl üçün, deyək ki, mən çoxlu yeməklər yesəm, dadlı yeməklər, çoxlu yeməklər yesəm, da artıq əndazəni aşaraq yesəm, neyniyər? Orqanizmimdə pozğunluqlar əmələ gələr, düzdür? Və yaxud daxili orqanizmlərimdə də pozğunluqlar əmələ gələr, özümü pis hiss eləyərəm, ürək bulanma ola bilər, məsəl üçün. Və nifrət oyanar məndə o yeməyə, ümumiyyətlə insanda. Bu hər şeydə belədir. Yəni, bütün həzlər əndazəsində bizə, yəni dünyadakı nemətlərdən yararlanmaq bizə ləzzət verir. Əndazəsində biz üçün həzdir. Amma əndazəni aşanda nifrət yaradır, düzdür? Və Spinoza müdrik insanın, və yaxud gəlin belə deyək, biz əgər təbiətimizdə müdriklik daşıyırıqsa, bizdə elə bir xüsusiyyət yaranır ki, biz hər şeydən, dünyadakı əlimiz çatan hər şeydən yararlanırıq və həzz alırıq.
Və sonra orada Spinoza məsələn dadlı yeməklərdən, içkilərdən belə, yəni içkilər, dadlı yeməkləri qeyd eləyir ki, yəni həm də siz, yəni bunlar da bizim üçün həzz qaynaqlarıdır. O cümlədən bura təbiətdən həzz almaq daxildir, müxtəlif cür əyləncələrdən, əndazəsində həzz almaq daxildir və s. düzdür. Fəqət bu yararlanmaq məsələsini həm də biz, mən deyərdim ki, əgər sırf intellektual dünyadan, yaradıcı intellektual dünyadan danışarıqsa, həm də dünyanın içərisindən mövzu çıxartmaqla bağlıdır dostlar. Dünyanın içərisindən mənəvi, ruhi, intellektual mövzular çıxartmaqla da bağlıdır. Və belə bir hal bu cür insanların, yəni ki, dünyadan ləzzət almaq, həzz almağımız həm də bizim şanımızdır. Əndazəsində. Yəni məsələn deyək ki, bir dadlı içki var. İçkinin şərab var deyək ki, o şərabı əndazəsini aşanda necə olur? Ürəkbulanma verə bilər, baş ağrı verə bilər və s. xoşagəlməz hallar yarana bilər. Amma əndazəsində içəndə sənin keyfi yaxşı eləyir, düzdür? Sənə ləzzət verir, sənin həyat eşqini artırır və yaşamaq qüdrətini artırır. Spinoza belə bir qəşəng düşüncə oxudum. Bu mənə çox belə işıqlı gəldi düşüncə olaraq. Yəni belə bir aydınlanmanı, bəlkə də bu baxımdan aydınlanma dərəcəmi artırdı. Və bu başqa deyərdim ki, dünyəvi ümumiyyətlə dünyəvi nemətlərə xas aid edilən bir düşüncədir. Fəqət sonra mən bunu Spinoza'nın məsələn özünün bu düşüncəsi nədir? Bu həm də dünyadan intellektual material çıxartmaqla bağlıdır. Sonra bu mənim bu məsələlərin ruhi tərəfinə yadıma saldı və müəyyən assosiasiyalar yarandı məndə. Ki, həm də indi əgər bura fəlsəfi bədi aləmdirsə, burada biz həm də dünya ilə münasibətdə oradan bilgi, həyat bilgisi çıxarmaqla əlaqələndirəcəyəm bu məsələni həm də. Və bu baxımdan, dostlar, bu baxımdan bir neçə müəllifdən sizə müxtəlif dövrlərdə yaşamış bir neçə yaradıcı müəllifdən sizə müəyyən bölümlər oxumaq istəyirəm. Az və ya çox dərəcədə belə deyək, öz zövqümə uyğun olaraq seçdiklərimi dostlar. Üzr istəyirəm. Biri dostlar, Cəlaləddin Rumidəndir. Çox sevdiyim bir mətn var, onun dünyasından, aləmindən. Əvvəlcə onu deyim ki, Cəlaləddin Ruminin ümumi belə aləmi dostlar, deyərdim ki, mənə çox doğma aləm deyil. Çünki o başqa yöndən yanaşır dünyaya. Yəni bəlkə biraz öz ruhaniyyətindən yanaşır dünyaya, düzdür dostlar. Oradan yaraşır. Ona görə bu doğrusu məsələn üçün onun halı, əhvalını o müəyyən ənənəvi mənbələrlə əlaqələndirir, amma onu çox yaxşı bir çox məqamlarda duyuram, hiss eləyirəm, başa düşürəm və xoşuma gəlir, amma mənim dünyaya baxışım sırf o cür deyil. Amma onun, yəni o tərz deyil. Amma onun öz dünyasını qurması, öz ruhaniyyəti çox xoşdur. Oradan bir bölüm oxumaq istəmişsin dostlar. Deməli, bu Eşq Pərvanəsi adlı kitabdandır. Ruminin seçilmə əsərləri, mətnləri var burada. Orada bir cümlə var, onu oxumaq istəyirəm, bir hissəni dostlar. Bu yəqin ki, fəlsəfi, ruhani mətndir. Mən belə başa düşürəm.
Yəni poetik fəlsəfi mətndir, ruhani mətndir. Mütləq gözəl, mütləq gözəl. Və bunu dostlar nə ilə əlaqələndirirəm? Eşq, kitabın adı Eşq Pərvanəsidir. Və bu indi mən bu məqamı dostlar, belə deyək də, buna uyğun dediyim kimi də mən belə bir videoların birində belə bir söz demişdim. Demişdim, dünya əgər bəlkə də mənim nəzərimə görə, mənim baxışıma görə mükəmməl bir yer olsaydı, çox cəhətdən, orada məsələn bu kimi mətnlərin doğduğu ruh halları var, əhvallar var, o yaradıcı əhvallar, ilham, eşq anları var. O orada özünə çox yaxşı yer eləyərdi. Fəqət dünyamız elə mükəmməl deyil. Ona görə də bu ruh halı deyərdim ki, fərdlərə bağlıdır daha çox. Fərdlərlə bağlı olan mühitlərə bağlıdır. Fərdlərlə bağlı mühitlərə bağlıdır və belə deyək, məsələn, kin, həsəd, ədalətsizlik, acıq, bu kimi halların, bu kimi məhdudluq, bu kimi halların özünü analizdən uzaqlıq, bu kimi halların cövlan etdiyi bir dünyada bu kimi kitabların içərisindəki bu mənəvi aləmlərə yer yoxdur əsas etibarilə və ya olsa da bunun saxta şəkilləri ola bilir və ya nadirən yer ola bilir. Yəni mənim müşahidələrim mənə belə deyir də. Nadir hallarda ola bilir də. Yəni o fərdi mənada, o fərdlərin qurduğu mühitlərdə ola bilir. O bəlkə də müəyyən dərəcədə, bilmirəm indi, bəlkə də müəyyən dərəcədə, nə bilim, mənə görə bəlkə də mənəvi kamilliyi olan mühitlərdə ola bilərlər. Amma kitabların içərisində də aydın məsələn potensial, ruhi potensial qorunur da. Ona görə də mən bunu, indi mənim dediyim şeyi dünya ilə çox əlaqələndirmirəm. Demək, əsas etibarilə əlaqələndirmirəm. Kitabın içərisi olaraq oxuyuram. Yaxşımı dostlar? Kitabın içərisindəki dünya olaraq oxuyuram. Fəqət çox xoşuma gəlmişdi. Çox xoşuma gəlmişdi. Bax, məsələn, deyir ki, bax, mütləq gözəl və bunu nə ilə əlaqələndirdim? Spinoza'nın o sözündən çıxış eləyərək ki, dünyadakı hər şeydən yararlanmaq əndazəsində müdrikliyin şanıdır. Ki, bizdə də müdriklik olursa, biz bunu həyata keçirdə bilirik. O cümlədən bunu mən həm də ruhi həyatla, mənəvi həyatla əlaqələndirirəm və göstərmək istəyirəm ki, yəni biz həm də dünyadan ruhi baxımdan, mənəvi baxımdan yararlana bilərik. Cismani baxımdan yararlandığımız kimi, həm də mənəvi baxımdan yararlana bilərik. Burada Mövlana Cəlaləddin Rumi, sufidirmi? Sufi şairi, mütəfəkkiri belə deyə bilərik. Dünyadan eşqlə bağlı material çıxardır. Gəlin oxuyaq. Yusifin üzündə Yaqubun gördüyü gözəllik, nur özünə məxsus idi. Onu görmək Yusifin qardaşlarına nəsib olmamışdı. Bu, yəni Yaqub Yusifin eşqindən özünü quyuya atar. O, yəni qardaşları Yusifə olan kinlərinə görə onu quyuya atarlar. Yusifin gözəl üzünün mənəvi süfrəsi qardaşlarının önündə bomboş, çörəksiz idi. Lakin eyni süfrə Yaqubun önündə iştah verən növbənöv yeməklərlə dolu idi. Yuyulmamış üz, mənəvi kirlərdən təmizlənməmiş şəxs hurilərin üzlərini, yəni ilahi gözəllikləri görə bilməz. Buna görə də Peyğəmbərimiz namaz ancaq təmiz olaraq, yəni dəstəmazda olaraq qılına bilər deyə buyurdu. Canların qidası eşqdir. Buna görədir ki, aclıq, ayrılıq, şiddətli arzu və şövq ruhu canlandırar, gücləndirər, onu bəsləyər. Həzrəti Yaqub da Yusifi çox şiddətlə arzulayırdı. Yusifin köynəyinin qoxusu ona Misir kimi uzaq bir məmləkətdən gəlib çatırdı. Bu çox qəşəng bir mətndir dostlar. Fəqət mən vurğuladım, məsələn, Mövlana Cəlaləddin Rumi niyə mənim şairim, mütəfəkkirim deyil? Çünki o məsələlərə dini baxışdan həm də yanaşır. Mən isə belə deyirəm. Mən ruhiliyi yenidən kəşf elənləri
daha doğma bilirəm özümə. Yəni məsələn mən dünyaya dini nöqteyi nəzərdən baxıram. Ruhiliyi özüm kəşf eləyərək baxıram. Özüm təcrübədən keçirərək baxıram. Ona görə də Mövlana Cəlaləddin Rumi məsələn mənim şairim sayılmaz, amma qəşəng aləmi var. Yəni mən ona məsafədən onu hiss etməyə çalışıram. Fəqət bu mətn də qəşəng mətnlərdən biridir. Məsələn burada deyir peyğəmbərimiz belə deyərdi, belə deyərdi. Məsələn ona görə də mən məsələn üçün dindar insan deyiləm. Ənənəvi dindar insan deyiləm. Ona görə məsələn peyğəmbərimiz deyərdi ki, tutalım namaz belə qılına bilər. Məsələn mən heç vaxt namaz qılmamışam. Ona görə də mən üçün dünyanı yenidən kəşf eləmək məsələsi var. Ona görə də məsələn o nöqteyi nəzərdən çıxış eləyə bilmərəm də. Dünyaya özüm baxıb onu hiss eləmək, oradakı ruhiliyi özüm görmək istəyirəm. Əlbəttə ustadları oxuyursan, amma sonra özün görmək istəyirəm. Yəni məsələn üçün mən mənzərə və düşüncə kitabında, o cümlədən digər kitablarda da o özüm gördüyüm ruhiliyi və ya o ruh hallarını özüm keçirərək orada ifadə eləmişəm. Məsəl üçün nümunə olaraq verirəm. Həm də psixoloji, bu yaradıcılığın psixolojisi olaraq bunu vermək istəyirəm və bildirmək istəyirəm. Amma bu çox qəşəng. Yəni bu burada məsələn üçün Mövlana Cəlaləddin Rumi dini hekayətdən bir yararlanıb və oradan material, bir ruhi qaynaq mənbə çıxardıb. Bu baxımdan demək istədim. Spinoza'nın o fikri ilə əlaqələndirdim də ki, biz dünyadan mümkün qədər, yəni mümkün qədər qaydasında, nizamında layiqli şəkildə yararlanmaq bizim üçün çox ləzzətlidir, əhəmiyyətlidir. Bizim şanımızdır. Yəni müdriklik dünyadan həm də həzz ala bilir. O cümlədən ruhi aləmdən də həzz ala bilir. Cismani baxımdan yeməklərdən, qidalardan, içkilərdən, sevgidən həzz ala bildiyimiz kimi, həm də ruhani şəkillərdə dünyadan ruhi baxımdan həzz ala bilirik və bunun da əsas qaynaqlarından birisi eşqdir. Və burada məsələn Mövlana Cəlaləddin Rumi həm də o eşqdən danışır, həm də ruhi eşqdən danışır ki, bu nədir? Amma dediyim kimi dostlar, bu çərçivədə qalmalıdır. Yəni ki, bunu çox dünyaya qatmaq olmaz. Çünki bizim bu qeyri-mükəmməl kin, acıq, həsəd, ədalətsizlik, məhdudluqla dolu olan dünyamızda bu ruh halının dominantlıq qurması hələ ki gözlənilən deyil. Amma nə zamansa çox uzaq gələcəklərdə əlbəttə belə mühitlər ola bilərlər. Fərdi mənada da ola bilərlər, kiçik çevrelərdə, amma həm də uzaq hədəflər baxımından ola bilərlər. Çünki belə bir ruh halı, dediyim kimi, o primitiv məqamları çıxdaş edən haldır. Yəni, belə bir ruh halı ancaq aydınlıqda, əsas etibarilə yüksək sevgidə və ədalətpərəstlik mühitlərində yarana bilərlər. Yəni ki, o primitiv duyğular olan yerdə belə duyğular, belə bu kimi hallar yarana bilməz. Və intişar da elə bilməz. Amma çox qəşəng burada deyir ki, məsələn, burada da var o. Bax, nəyə görə? Gör nədir? Deyir ki, biz gözəlliyi görmək məsələsi var. Bax, Yaqub Yusifin üzündə o gözəlliyi görürdü. Nuru görürdü. Amma qardaşları görə bilmirdi. Nəyə görə görə bilmirdi? Çünki onlarda bu dini hekayətdə qardaşları Yusifin başına oyun gətirirlər. Yaqub isə o gözəlliyi görürdü Yusifdə. Amma qardaşları görə bilmirdi. Nəyə görə? Çünki qəlblərini kin, həsəd, alçaq və primitiv duyğular qəlblərini kirləndirmişdi. Aynaları kirlənmişdi. Ona görə Yusifdəki gözəlliyi görə bilmirdilər. Yaqub Yusifin eşqindən özün quyuya atır. Yusifi çox sevir, quyuya atır. Atardı. Qardaşları Yusifi olan kinlərinə görə onu quyuya atırlar. Yəni sevginin gözəlliyini verir də burada Rumi. Yəni sevgi belə bir şeydir ki, sən sevdiyin yaxşılığını istəyərsən, düzdür? Onun pisliyini istəməzsən. Üstəlik onun üçün fədakarlıq da eləyərsən, düzdür? Ondakı gözəlliyi məhz sən görərsən. Ola bilər ki, biz sevdiyimiz insanlardakı ən dərin gözəlliyi biz sevən insan görür. Aşiqlər görürlər. Məşuqlarındakı ən dərin gözəlliyi aşiqlər görə bilərlər.
Başqaları o gözəllikləri görə bilməzlər, aşiqlər görərlər. Təmiz qəlblə, çünki aşiqlik təmiz qəlblə görür axı. Təmiz şüşədən baxır. Yusifin gözəl üzünün mənəvi süfrəsi qardaşlarının önündə bomboş və çörəksiz idi. Amma Yaqubun önündə iştah verən növbənöv yeməklərlə dolu idi. Yəni Yaqub Yusifin çöhrəsindən zövq alırdı, ləzzət alırdı, mənən, ruhan doyurdu. Qardaşları isə heç nə vermirdilər. Nəyə görə? Yəni ki, dünyadan bizdə olan, bunu çox şeylə əlaqələndirmək olar. Bu söhbətlərlə, bu eləmişik söhbətlər çoxlu filosoflardan, düzdür? Məsələn, bununla hətta bu mətnlərlə Schopenhauer, Nietzsche mətnləri arasında əlaqələr qurmaq olar bu mətnlə. Düzdür ki, orada dərinləşdirmələr var, orada daha əhatəli, daha dolğun mətnlərdirlər. Hər şeyin haqqını vermək lazımdır. Yəni ki, bu daha sadə mətndir, amma onlar daha qəşəng işləyiblər, daha geniş, daha dolğun, daha əsaslı, elmdən, elmi təfəkkürdən də güc alaraq, sənətin digər rəssamlıqdan da, musiqidən, ədəbiyyatdan da güc alaraq daha dərin əsaslandırmalar aparırlar. Əlbəttə o başqa səviyyədir, aydın məsələdir. Yəni bunu demək lazımdır. Hər şeyin haqqını vermək lazımdır. Ədalətlə. Amma bunun da öz gözəlliyi var. Sadə də olsa, bu söhbətlərin də öz gözəlliyi var. Amma mənim zövqümcə odur, dərinləşdirmələrdir, geniş və əhatəli söhbətlərdir. Fəqət bunun da öz qəşəngliyi var. Bunun da öz qəşəngliyi var. Bax, yəni deyir ki, sənin yuyulmamış üz, mənəvi kirlərdən təmizlənməmiş şəxs hurilərin üzlərini, ilahi gözəllikləri görə bilməz. Yəni ki, sən sevdiğin gözəlliyini kim görür? Mənəvi cəhətdən təmizlənmiş insan görür, düzdür? Əgər sənin qəlbin kirlidirsə, gözün kirlidirsə, sən o ilahi gözəllikləri görə bilməzsən. Sevdiyində, aşiq olduğun insanlardakı da gözəllikləri görə bilməzsən. Sən təmizlənməlisən ki, o gözəllikləri görəsən. Ona görə də həmən o gözəlliklərdə başqa heç kim görə bilməz. Ancaq təmiz qəlbli aşiq sevdiyinin gözəlliklərini ən dərindən, ən incə şəkillərdə, ən tükənməz formalarda görə bilər. Bu barədədir. Canların qidası eşqdir. Buna görədir ki, azlıq, ayrılıq, şiddətli arzu və şövq ruhu canlandırar, gücləndirər, bəsləyər. Yaqub Yusifi şiddətlə arzulayırdı. Yusifin köynəyinin qoxusu ona Misir kimi uzaq bir məmləkətdən gəlib çatırdı. Dostlar, mən buna inanıram. Bu fantastik görünə bilər, amma mən belə şeylərə inanıram. Yəni ki, deyir, Yusifin köynəyinin qoxusu Misirdən gəlirdi Yaquba. Yəni o qədər çox sevirdi ki, biz çox sevdiyimiz insanlarla bağlı, məsələn, rəsm, surət, onun görüntüsü, onu müşahidə edərkən, izləyərkən, müxtəlif yerlərdə görərkən ki, o rəsmlər həmişə bizdə ola bilir. Yəni, sevən aşiqlərdə o həmişə qalır. Məsələn, zehnindən getmir, şəkilləri getmir. Və bədənində belə hiss edə bilərsən. Ola bilər belə şeylər, ola bilər. Yəni sən sevdiyin vücudunu bədənin içində belə hiss edə bilərsən. Bədənin içində belə hiss edə bilərsən. Mən əlbəttə bu yaşantıları ədəbiyyat içində saxlayıram dostlar. Bu kimlərəsə fantastik gələ bilər, kimlərəsə qeyri-real gələ bilər, amma mən bu kimi söhbətlərə inanıram. Ədəbiyyat içərisində inanıram. Yəni deyir ki, Yaquba Yusifi o qədər sevirdi ki, şiddətlə arzulayırdı ki, onun köynəyinin qoxusunu belə eşidə bilirdi Misirdən. Bəli, eşq aləmində belə şeylər ola bilər. O bir Yunanlardan, Romalılardan desən kimi təfəkkürlərin sözlərindən biri. Dostlar deyir ki, aşiq olduğumuz insanın bədəni, məşuqun bədəni aşiqin bədənində yaşayır. Məsələn, mən buna inanıram. Yəni, bunun ruhlar arasında
əlaqələr olduğuna, belə enerjili əlaqələr olduğuna inanıram, amma bunun o sözün birbaşa mənasında belə, yəni ki, hissiyat olaraq deyirəm dostlar. Yəni bunu siz heç bir fövqəladə təbii məqamlarla əlaqələndirməyin, xahiş edirəm, nə bilim, astral səyahət zad onlarla əlaqələndirməyin. Yəni ki, mən o kimi şeyləri və şarlatanlıq kimi görürəm o kimi şeyləri. Birbaşa sözün birbaşa mənasından danışıram. Məsələn, bax burada deyirik, yəni poetik mənada da danışıram, ruhi əlaqələr mənasında danışıram. Bu inandırıcıdır. İnandırıcıdır, ola bilər belə bir şey. Amma kimsə bunu təcrübə eləməyibsə, o deməsin ki, belə şey olmur. O təcrübə eləməmək o demək deyil ki, o yoxdur. Çünki məsələn deyək ki, Mozart və Üzeyir Hacıbəyov musiqini eşidirdi. Məsələn, mən o musiqini eşitmirəm, amma o musiqini eşidirdi. Yəni mən eşitmirəmsə deyə bilərdim o musiqi yoxdur. Amma o musiqi əvvəlcə onun zehnində idi, sonra çıxdı notlara. Düzdür? Yəni bu kimi şeylər vardı. Yəni mən Mozartın, Üzeyir Hacıbəyovun beyninin içində musiqi yaranırdı. Mən deyə bilərəmmi o yoxdur? Sonraçıda oldu da, düzdür? Yəni nota keçirilir, sonra ifa edilir və musiqi ortaya çıxır. Mən ki onu eşitmirəm, mən eşitmirəmsə o deməkdir ki, o yoxdur. Bu da belədir. Yəni belə şeylər müəyyən insanların həyatında ola bilər, eşq insanların həyatında ola bilər. Başqalarında olmursa o demək deyil ki, o yoxdur. Yəni məsələ belədir. Bunu mən örnək kimi vermişəm, oradan çıxartmaq olar, amma bunu yaşamayanlar da nə zamansa yaşaya bilərlər. Yəni bu kimi halları yaşaya bilərlər. Bu mərhələləri yaşaya bilərlər. Bunu verdim dostlar, eşqlə bağlı dünyadan yararlanmaq və həzz almaq məsələsi. Yəni ki, bizim ruhi tərəfimizin də o həzzini, mənəviliyin də həzzini cismani həzzlər qədər əhəmiyyəti var. Bəlkə onlardan da çox əhəmiyyəti var. Sonra bir Descartes-dan da bir şey oxumaq istəyirəm dostlar. Bu da mənim çox xoşuma gəlir. Amma Descartes-ın bax, Descartes da oxşar mövzudan danışır, sevgi mövzusundan danışır. Elə bil ki, fransız filosofu. Amma o yeni dövrdə özünə məxsus məntiqi elmi metod yaradanlardan biridir Descartes. Hətta ona müasir fəlsəfənin atası da deyirlər. Descartes-daki analiz isə daha çox həm də elmi, poetikdən çox elmi təfəkkürün də məsələyə qatıldığı formada üzə çıxır. Yəni ki, o həm də məntiqi şəkildə ifadə edir və daha realist şəkildə ifadə edir. Amma bu cür yox da, mövzu budur, bənzər şəkildədir. Bax, deyir ki, adətən iki növ sevgi var. Bunlardan biri müşfiq sevgidir və bu müşfiq sevgi sevilən insanın yaxşılığını istəməyə yönləndirir bizi. Yəni biz müşfiq sevgi belədir ki, biz bir insanı çox sevəndə onun yaxşılığını istəyirik və həm də yaxşılığını arzuluq. Bilmək istəyirik ki, bu onu nə yaxşı eləyir və həm də bunu onun üçün eləmək istəyirik. Digəri isə deyir, şəhvani sevgidir və sevilən nəsnəni arzulamağı oyadır. Yəni şəhvani sevgi isə müşfiq sevgidə sevdiyimiz insanın nə istədiyini yerinə yetirmək istəyirik, həm də onu xoşbəxt eləmək istəyirik. Şəhvani sevgidə həm də onu arzulayırıq, ondan ləzzət almaq istəyirik. Sonra deyir ki, amma bu mənə belə gəlir ki, bu sevginin özü ilə deyil, nəticələri ilə əlaqəlidir. Çünki hansı mahiyyətdə olarsa olsun, biz hər hansı bir nəsnə ilə birləşməz, onun yaxşılığını arzulayırıq. Yəni onun üçün və onun üçün lazımlı xassələri də bu münasibətə qatırıq. Bu sevginin deyir əsas təsirlərindən biridir. Fəqət ona sahib olmanın və onunla ortaq olmanın yaxşı olduğunu düşünəriksə, onu arzulayırıq. Bu isə sevginin ən sıravi təsirlərindən biridir. Yəni Descartes deyir ki, bir şəhvani sevgi var, bir də müşfiq sevgi var. Fəqət bu nəticələrlə əlaqəlidir. Mənə görə isə bunlar birlikdədirlər. Yəni müşfiq sevgi ilə şəhvani sevgi birlikdədir. Yəni bir tərəfi, varlığımızın bir tərəfi
sevdiyimizə arzu duyur, digər tərəfi sevdiyimizin yaxşılığını istəyir və bunların sevgidən komponentləri də var və bir sevgidə birləşirlər. Bir bütöv halda birləşirlər. Geri gəlmişkən, bu qədər vurğulamışdım. Mənzərə və düşüncə kitabını əldə edənlər olarsa, satışda qalıbsa, orada sevginin müxtəlif cür növlərini görəcək. İdeya mənasında, yaradıcı ideya mənasında dostlar. Kitabın içərisindən danışılır. Dedim ki, bu məsələləri ədəbiyyat, fəlsəfə aləmində saxlayırıq da. Əsas etibarilə. Ya da bunu layiqi şəraitlərdə tətbiq edirik, belə demək olar. Orada məsələn sevginin bir neçə növü var. O var da məsələn, orada şəhvani sevgi də var, romantik sevginin də tipləri var, o barədə mövzular var. İnsani, müşfiq sevgi də var, şəhvani sevgi də var və s. Orada müxtəlif şəkillərdə bunlar veriliblər. Buradan da oraya gedə bilərsiniz. Yəni dünyadan cismani tərəflərdən zövq almaq öz yerində, dünyəvi nemətlərdən, bunları alarkən də dünyadan həm də ruhi sevgi, ruhi cəhətdən də, mənəvi cəhətdən də yararlanmağın xeyli dərəcədə əhəmiyyəti var insan mövcudluğu üçün. Bu mövzuda deyirik dostlar, yəni bu aləmdə deyirik də əlbəttə və necə deyərlər, həmişə deyəndə əqrabə ruhlar üçün bunları danışıram dostlar. Yəni ki, əqrabə olmayan ruhlar üçün yəqin ki, bunlar bir əhəmiyyət daşımazdır. Bir dənə də sizə bölüm oxumaq istəyirəm dostlar. Bu ədəbi əsərdəndir. Mənim çox sevdiyim ədəbi əsərlərdən biridir. Və oradan da bir bölüm oxumaq istəyirəm. Fəqət mən daha çox, bax, indi oxuduğum bölüm mənim zövqümcədir və mənim yazısımdır. Mən öz, indi sizə nəyə görə o mənə daha doğmadır, həm də onu göstərəcəyəm. Niyə həm də mənim Rumidən də, Descartes'dan da daha çox mənim yazısımdır, onu göstərəcəyəm. Və bizə daha yaxındır, daha yeni dövrə yaxındır və o mənəvi fəaliyyətin gedişatında növbəti və sonuncu mərhələlərdən, əsas mərhələlərdən biridir. Vladimir Nabokov, bax, danışmışıq, ən çox sevdiyim yazıçıdır. Zaman bir neçəsi var, yer dəyişmə eləyirlər, amma ilk üstüdədir də belə deyim həmişə. Və həmişə yəqin ki, belə olacaq. Onun Maşenka adlı əsəri var, bax ki, biz danışmışdıq. Çox sevdiyim əsərlərdən biri dostlar. O da müxtəlif cür, mövzuları müxtəlif cürdür. Bir mövzularından biri də sevgi mövzusudur. Mən onu sizin dostlar Səfər Kəlbixanlı bəyin tərcüməsində oxuyacağam, bu kitabdandır. Mən geri gəlmişəm, çox sevdiyim kitablardan biridir. Və buradakı kitablar, buradakı tərcümələri də çox böyük məmnuniyyətlə oxumuşam. Müəyyən kiçik tənqidlərim var, amma xeyli dərəcədə çox dəyərli işdir. Amma o tənqidlər də, o məqamlar, çatışmazlıqlar da düzəldilə bilərsə, daha da yaxşı olar. Və oradan sizə bir hissə oxumaq istəyirəm, dostlar. Maşenka romanı dedim mi? Maşenka romanı. Vladimir Nabokovun ilk romanlarına biridir və mənim də çox sevdiyim əsərdir. Oradan da dünyadan cismani baxımdan yararlanmaqla yana, ruhi baxımdan yararlanmaq da nəyə görə bilgəliyin, müdrikliyin şanıdır, buna dair bir hissə oxumaq istəyirəm. İndi biz dünyadan həm də intellektual baxımdan, ədəbi baxımdan, ruhi baxımdan yararlanmağın nəticələrindən birini görəcəyik. Orada deməli, Qanindir dostlar, Qanin bir oğlandır, mühacirdir. İndi mən kitabı danışmaq istəmirəm sizə. Oradan bir bölüm oxuyacağım. Onun xatirəsində sevdiyi xanımla bağlı yaşantılar var. Onlar yadına düşürlər mühacirətdə. Dərin bir həyatın, intensiv bir həyatın göstəricisi kimi, əlaməti kimi. Orada bir bölüm var. Gəlin o bölümü siz üçün oxuyun ki, bax, bu mənə görə həm xalis ədəbiyyatdır, xalis sənətdir, söz sənətidir, ədəbi sənətdir bir parça olaraq, həm də və rəssamlıqla hətta bağlılığı olan bir sənətdir. Dilimizi də zənginləşdirən bir sənətdir. Təsəvvürlərimizi də zənginləşdirə bilər, baxışımızı da zənginləşdirə bilər. Ruhi baxımdan da bizi huşu ilə, şövqlə doldura bilər. Onun göstəricisidir. Bax, gəlin oxuyaq. Bax, deməli,
və bu sevginin daha realist şəkilləridir dostlar. Bu sevginin daha realist şəkilləridir. Deyir ki, bax, onlar məhəbbətlərinin bu ilk günlərində o qədər öpüşərdilər ki, Maşenkanın dodaqları şişərdi və həmişə isti olan boynunda ləçəyinə düyün vurduğu yerdə zərif qançırlar yaranardı. Bu dostlar, mən də deyirəm, yüksək bədi sənətdir. O incəlikləri verə bilmir. Baxın, gəlin də oxuyaq və deyərdim ki, bu ədəbiyyatın təkmilləşməsində, mükəmməlləşməsindəki o mərhələni tutmaq lazımdır. Yəni, hər şeydən öncə mətnə intellektual material kimi yanaşmağı tərəfdarıyım dostlar. Baxın, çox danışmışıq da. O həddindən artıq şən idi. Maskaraçılıqdan çox baməzəliyi vardı. Burada elə bir ki, Qanin, Marşenkonun sevdiyi qızı olub, o sevdiyi qızın varlığındakı incəlikləri verir. Bu həm də nə ilə bağlıdır? Baxın, gəlin biz biraz da bu Mövlanənin o mətninlə əlaqə quraq. Bax, nə deyir? Deyir ki, nə deyir? Yusifin üzündə Yaqubun gördüyü gözəllik nur özünə məxsusdur. Onu görmək Yusifin qardaşlarına nəsib olmamışdı. Yusifin üzü qardaşlarının önündə bomboş çörəksiz idi, mənəvi süfrəsi. Yaqubun önündə iştah verən növbə-növ yeməklərlə dolu idi. Yəni, biz indi bunun örnəyi görürük. Yəni, Maşenkanın varlığı Qanində növbə-növ yemək, mənəvi yeməklər ehtiva edir. Dərinlik ehtiva edir, zövq ehtiva edir, ləzzət ehtiva edir, nur ehtiva edir. Niyə görə? Aşiq olduğu üçün. Yəni, bax. Deyir ki, indi bax, qızda gör nələri görür və onları qeyd edir. Bax, sevginin bir nümunəsidir bu dostlar, ruhi sevginin. Amma mən bu cür sevgilərin real həyatda və xüsusən Azərbaycan kimi ölkələrdə böyük əhəmiyyət daşıdığını düşünmürəm. Xanımlar tərəfindən, qızlar tərəfindən. Yəni, onların belə şeylərə qiymət verməsi əsas etibarlı. İndi yaxşılardan olsaq, yəni ki, istisnalar ola bilərlər, amma Azərbaycan kimi çox maddiyyatçı, çox primitiv Azərbaycan kimi cəmiyyətlərdə belədir, bu açıqdan belədir. Primitiv, maddiyyatçı, kinlə, həsədlə, ədalətsizliklə, məhdudluqla dolu belə cəmiyyətlərdə bu kimi gözəlliklərin qiymətləndiriləcəyini düşünmürəm. Nadir hallarda istisna hallar ola bilər. İstisna hallar ola bilər. Əlbəttə, özünü yetişdirmiş insanlar düşünürəm ki, qiymətləndirə bilərlər. Yəni, bədi zövqü həm də olan, həm də estetik zövqü olan, xüsusən həyat bilgisi olan insanlar qiymətləndirə bilərlər bu kimi gözəllikləri. Bunu gözləmirəm. Ona görə bu kimi söhbətləri ədəbiyyat çərçivəsində saxlayıram, əsas etməli dostlar. Buna diqqət edin, baxın. Burada Qaninin zehnində sevdiyi qızın sürətindəki xüsusiyyətlər verilib. Bax, deyir ki, o həddindən artıq şən idi. Maskaraçılıqdan çox baməzəliyi vardı. Mahnı oxumağı, müxtəlif zərb məsələləri, deyimləri və şeirləri çox sevərdi. Mahnılar 2-3 gün onun dilinə qonaq olur və sonra unudulurdu, yeniləri gəlirdi. Necə məsələn, o dilə mahnı düşər, oxuyursan, təkrarlayırsan, necə dilimə düşür deyirsən, onu verib görə incə məqamda. Sonra yaddan çıxır, başqası gəlir. Görüşlərinin ilk günlərində hərfləri səhv tələffüz edə-edə adamın canına od salan səslə elə hey təkrar edərdi. Vanyanın əl-qolunu bağladılar, Vanyaya uzun-uzadı məhbəsdə işgəncə verdilər və göyərçin qurultusuna bənzər ürəkdən gələn gülüşlə gülərdi. Nə yaxşıdır. Çökəkliklərdə bu vaxtlar sonuncu, şip-şirin sulu moruq yetişərdi. Qız moruğu heç nəyi sevmədiyi qədər və sevərdi və ümumiyyətlə daim nəsə sümürərdi. Ot saplağı, yarpaq, nabat. O bir-birinə yapışmış Landrin nabatını sadəcə olaraq daima cibində gəzdirərdi və bu nabatlara həmişə toz, un yapışardı. İncə şeylər bunlar dostlar. Vurduğu ətir çox da bahalı olmazdı, ancaq gözəl qoxuyardı. Adı Tagor idi. Payız parkının ətrinə qarışmış bu qoxunu Qanin indi də hiss etməyə çalışırdı. Ancaq məlum olduğu kimi, yaddaş qoxudan başqa hər şeyi canlandıra bilir.
Amma bir şey də var ki, iyidən başqa heç nə adamın özü ilə bağlı olan keçmişi belə yaxşı canlandıra bilmir. Yaddaş deyir qoxudan başqa hər şey, yəni hər şeyi canlandıra bilir, qoxunu canlandıra bilmir. Çox maraqlı bir detaldır bu şuurla bağlı. Amma iyidən başqa da heç nə adamın özü ilə bağlı, keçmişlə bağlı hadisələri canlandıra bilmir. Yəni qoxular var. Məsələn, bəzi vaxt qoxu eşidərsən, olub məndə belə bir şey. Məsələn, mən deyirsən gəzirəm şəhərdə, Bakı küləkli vaxtlar olurdu. Külək bəzi vaxtı mənə siz nəyi xatırladır? Birə-bir əsgərlikdəki o çöldəki dəhşətli küləyi xatırladır. İyi gəlir mənə ona. Nələr yadıma düşmür. Çox əla bir şeydir bu. Çox əla bir şeydir. Zehnin şuurla bağlı. Yəni qoxu bizə çoxlu xatirələrimizi canlandıra bilir bizdə, yadımıza sala bilir, oyada bilir, amma qoxunu xatırlamaq amma mümkün deyil. Qoxunu xatırlamaq mümkün deyil, amma bizə gələn qoxu eşidiriksə o çoxlu xatirələri canlandıra bilir. Çox maraqlı bir detaldır bu dostlar. Həm də şuurla bağlıdır, elmi detaldır, psixoloji detal. Digər tərəfdən gördünüzmü incələri? Bu qədər oxumaq istəyirəm sizə dostlar. Qızın saplağı sümürməsi, dilinə mahnıların düşməsi, mahnıları zümzümə eləməsi var. Gözəl detallardır. Saplağı sümürür, yarpağı sümürür, nabatı sümürür, nabatı sümürməsi. Və nabatlara toz, un yapışardı. Baxar, cibindən çıxardanda cibindəki toz, un ona yapışır. Görürsünüz, həyatın içərisindən material çıxartmaq, həyatdan zövq almağın, yararlanmağın, intellektual baxımdan, ruhi baxımdan yararlanmağın bir örnəyini gördük burada dostlar. Və sevginin dərinliyinin örnəyini gördük burada dostlar. Nəyə görə? Mevlana Cəlaleddin Ruminin dediyi kimi idi və buradakı məsələ mənim zövqümə daha çox uyğundur və dediyim kimi də Nabokov mənim yazarımdır. Yəni burada görürsünüz təsvirdə çox təbiilik, təbiətşünaslıq həm də baxışı var, təbiilik var, dərinlik var, daha analiz çoxdur, sənətkarlıq var. Yəni ədəbi baxımdan dünyanı materiala çevirmə məsələsi var, incə xırdaları vermək, incə gözəllikləri vermək məsələsi var. Sonra onun o deyir, bax gülüşü göyərçin qurultusuna bənzəyirdi. Qızla göyərçin qəşəngliyi arasında bənzərliklər qurması, analogiyalar, məcazlar kimi istifadə eləməsi, istifadə etdiyi qoxu, ətir qoxusu, moruğu sevməsi, şipşirin moruğu necə yeyərkən sevimli görünməsi. Sonra səsinin bəzi hərfləri bax, bəzi hərfləri deyir ki, səhv tələffüz edirdi. Amma fərqi yoxdur. Səsi adamın canına od salırdı. Sevgilisi üçün deyir. Yəni o hərfləri səhv tələffüz eləyə bilər, amma onun individuallığıdır. Yəni bu tənqid obyekti deyil. Onun fərdiyyətinin gözəlliyidir, xüsusiyyətidir. Bu ədəbiyyat üçün materialdır. Yəni onu gözəlləşdirən də məhz qızı bir tərəfdən gözəlləşdirən də odur. Ondakı qüsurlardır. Yəni onun sözləri səhv tələffüz etməsi onun qüsur kimi görünür. Bir yana da qüsur deyil, onun müstəsnalığıdır, xüsusiyyətidir, şirinliyidir. Nə olsun sözləri səhv tələffüz edən Zatos, amma Zatos sözü rus kimi işlətdim. Yəni amma bununla belə başqa tərəfdən səsi insanın canına od salır. Burada məsələn bax müşfiq sevgi ilə şəhvani sevginin harmoniyası var. Ona görə də bu həm insan təbiətini anlamaq baxımından, həm elmi baxımdan deyərdim ki, daha kamil baxışdır və daha kamil qavrayışdır, daha kamil sənətdir və fəlsəfədir. Və burada məsələn üçün bir insanın varlığını da görürsünüz dinlə əlaqələndirmir və dindən çıxış edərək onu dini hekayətdən çıxış edərək biçmir, ölçüb biçmir, onun varlığına dəyəri vermir. Və yaxud birbaşa dini baxış deyil. Daha çox alim baxışı, sənətkar baxışı, həyat filosofu baxışı, sənətkar baxışı, rəssam baxışı olaraq dünyadakı fenomenləri, təzahürlərə birbaşa baxış, araya heç nəyin girməməsi şərti ilə o baxışın ortaya çıxartdığı mətndir. Dolayısıyla Nabokov Rumidən də, Descartesdən də daha çox mənim müəllifim və yazarımdır. Həm də bunu göstərmək istəyirəm dostlar.
dünyaya bədii fəlsəfi təbiətşünas baxışıdır. Ki bu artıq belə deyək də onu mətni yüksək səviyyədə kamil, mükəmməl bir intellektual materiala çevirir. Yəni təmizlənmiş, arınmış, həyatla bağlılığı, həyatı hiss etmə, həyatı birbaşa qavrama, öz yanaşmanla, öz fərdiyyətinlə qavrama halını şərtləndirir. O özgün halı şərtləndirir və ruhiliyi yenidən kəşf edir. Məsələn, Nabokov burada ruhiliyi yenidən kəşf edib. Daha incə şəkillərdə, daha sənətkarana formalarda ruhiliyi yenidən kəşf edib dostlar. Belə, hələlik özünə müğayət olun. Belə bir düşüncələr gəldi zeynimə. İstərəm sizlə bölüşüm dostlar. Xülasə bu nə haqqındaydı? Dünyadan yararlanmağımız hər cəhətdən, ruhi cəhətdən də, mənəvi cəhətdən də, cismani cəhətdən də əndazəni aşmadan ki, bu artıq nifrətə apara bilər, bizim müdrikliyimizin şanıdır. Və həyatı sevməyimizlə, qiymətləndirməyimizlə, dəyərləndirməyimizlə bağlıdır. Müxtəlif yerlərdə və oranın şəraitinə uyğun olaraq. Və bu söhbətləri lütfən dostlar, ədəbiyyat aləmində saxlayın daha çox. Hələlik özünüzdən müğayət olun. Bu aləmlərdən çıxırıq. Özünüzdən müğayət olun. Sağ olun.